sabiq icra başçısının oğlu həbs edildi. Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov həbs edilib. Gözaltı Qafqaz İnfoya istinadən xəbər verir ki, Daşdəmirov xüsusilə küllü miqdarda qaçaqmalçılıqda, küllü miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham edilir. İş üzrə dəymiş ziyan 3 milyon manata yaxındır. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən saxlanılan Rəşad Daşdəmirov barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur. Rəşad Daşdəmirov ittihamla razılaşmır. Bu səbəbdən o həbs qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti əsassız sayaraq rədd edib. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.